Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunvericiliyə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları şirkətinə təqdim etdiyi rəsmi məlumatı diqqətinizə çatdırırıq. Təqsirləndirilən şəxs Məmmədov Elşad Tofiq oğlu barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş. 1. Cinayət prosesini həyata keçirən orqanın adı, ünvanı və əlaqə məlumatları. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi. Ünvan Bakı şəhəri Binəqədi rayonu Dərdəngül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə. Telefon 012 361 16 81. Faks 012 561 59 89. Elektron poçt ünvanı kontakt@ prosecutor.gov.az. 2. Çağırış vərəqəsinin verilməli olduğu şəxsin prosessual statusu, soyadı, adı və atasının adı. Təqsirləndirilən şəxs 27 may 1976-cı il təvəllüdlü Məmmədov Elşad Tofiq oğlu. Şəxsiyyət vəsiqəsinin seriyası 095644882. Fin 1BG8WT8. 3. Çağırışa gəlmənin vaxtı və yeri. Təqsirləndirilən şəxs Məmmədov Elşad Tofiq oğluna izah edilir ki, o şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə saat 10:00-da Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin inzibati binasına gəlməlidir. 4. Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti. 2-5-2-0-0-6-007 nömrəli cinayət işi üzrə Məmmədov Elşad Tofiq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-281.2-ci maddəsi ilə 5 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdir. Qərara əsasən onun 2021-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin may ayınadək internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməklə bu cür məzmunlu materialları internet resurslarında yaymasına əsaslı şübhələr müəyyən edilmişdir. Məmmədov Elşad Tofiq oğlu istintaqdan qaçıb gizləndiyi üçün 5 may 2022-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 5. Çağırılan şəxsin prosessual hüquq və vəzifələrinin izahı. Təqsirləndirilən şəxs Elşad Məmmədova izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsi ilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir. 6. Qiyabi icraatın açıla biləcəyi və ya qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi barədə xəbərdarlıq. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.4-cü maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxs Elşad Məmmədova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və bu barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi 14 mart 2025-ci il.